Bəylər müəllim prezidentə etdiyim hədiyyənin pulunu verdi. Laçından olan papaqçı Abdullah Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə milli ornamentlərlə bəzədilmiş əl işi olan papaq hədiyyə edib. Ölkə lideri ona hədiyyə edilən papağın pulunu ödəyib. Araşdırmamız zamanı məlum olub ki, hadisə 2018-ci ildə baş verib. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev İsmayıllı rayonu Laç qəsəbəsində təbii qazın verilməsi mərasimində iştirak ediblər. Daha sonra qəsəbədə inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim, xalçaçı, papaqçı, tikmə, əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxıblar. Sənətkarlarla söhbət ediblər. Bu zaman Dadaşov özü hazırladığı papağı təqdim edib. Prezidentə təqdim edib Abdullah Dadaşov. Papaqçı unikalı açıqlamasında bildirdi ki, hazırladığı əl işini prezidentə hədiyyə kimi verib. Mən papağı hədiyyə etdim. Dedim ki, pul lazım deyil. Ay kişi, prezidentə hədiyyə etmişsə elə pul da gözləyirsən. Deyir, yəqin belə deyib özünə. Yəqin möhtərəm prezident deyib ki, ödəniş edək. O da deyib ki, yox, hədiyyə edirəm. Belə olub yəqin də. Mən papağı hədiyyə etdim. Dedim ki, pul lazım deyil. Amma mənə dedilər ki, papağın pulu veriləcək. Sonra səhv etmirəmsə, Bəylər müəllim, Bəylər evi nəzərdə tutur. Gəldi, həmin papağın dəyərini 2 qatını ödədi. Çox maraqlı açıqlama.